Salam uşaqlar, bugünkü videoda yan üzlərinin sahaları verilmiş düzbucaqlı tetraedrin həcminin buna bərabər olduğunu ispat edəcəm. Düzbucaqlı tetraeder nədir? Yan tilləri cüt-cüt perpendikular olan üçbucaqlı piramida. Yəni, məsələn, bu B təpə nöqtəsindən çıxmış bu tillər bir-birinə perpendikulardır. BB1 perpendikulardır BC-yə, BB1 perpendikulardır AB-yə. Sonra AB perpendikulardır BC-yə. Yəni elə bir piramidadır ki, bu piramidanın yan tilləri nədir? Cüt-cüt perpendikulardır. İndi tutaq ki, bizə bu tetraedrin bu yan üzlərin sahaları verilmişdir. S1, S2 və S3. Biz ispat edəcəyik ki, bu tetraedrin həcmi bax bundan hesablanır. Gəlin bu tetraedri bir düzcalı parapedin içinə salaq. Farz eləyək ki, bizim bu tetraedrimiz bax belə bir düzbucaqlı parapedin içindədir. Bura olsun D, A1, bura S1, bura olsun D1. Və indi bizə nə verilib? Bax bu üçbucaqların sahaları verilib. S3 bucaq, A, B, B1, S1 verilib. S3 bucaq, C, B, B1, S2 verilib. S3 bucaq, ABC ilə bizə nə verilib? S3. Biz ispat edəcəyik ki, bu tetraedrin həcmi buna bərabərdir. Burada da özümüz üçün qeyd edək ki, tutaq ki, AB-miz A-ya bərabərdir. BC-miz B-yə bərabərdir. B1-imiz nəyə bərabərdir? C-yə. Təbii ki, əgər bu tillər verilibsə, ABC tilləri bizə verilibsə, aydın məsələdir ki, biz bu düsturdan istifadə eləməyəcəyik. Yan tilləri cüt-cüt perpendikular olan piramidadır. Piramidanın həcm düsturundan istifadə edəcəyik. Orada 6'da 1 vur A, vur B, vur C olur. Amma deyirik ki, əgər bunlar, bu ölçülər verilməyib, yalnız bu yan üzlərinin sahaları verilibsə, biz onda tetraedrin həcmini necə hesablayacağıq? Deyirəm ki, bu formada hesablayacağıq. İndi onun isbatını verəcəm. İndi bu üçbucaqların sahalarını biz tapa bilirik də. Bax bu A, B, B1 düzbucaqlı üçbucaqdır. Bu üçbucağın sahası nəyə bərabərdir? S1 bərabər olacaqdır. Deməli A, B, B1. AB nəyə bərabərdir? A-dır. B1 də nədir? C-dir. Bu olacaq nə? 2'də 1 AC. Məsələn, bu üçbucağın sahası nəyə bərabərdir? S2. Deməli C, B, B1. BC-miz nəyə bərabərdir? B-dir. B1-imiz də nədir? C-dir. Bu olacaq 2'də 1 BC. Bu da olacaq 2'də 1 nə? A vur B. Düzbucaqlı üçbucaqdır. Katetlərin hasının yarısı. Və biz bu paralelipedin həcmini də bilirik ki, nəyə bərabərdir? B paraleliped nəyə bərabərdir? B paraleliped bərabərdir. A vur B vur C olduğunu bilirik. İndi bu sahaları tərəf-tərəfə vursaq bir-birinə, alırıq nə? S1 vur S2 vur S3 bərabərdir. 8'də 1 A kvadratı B kvadratı vur C kvadratı. A vur B vur C'nin də paralelipedin həcminə bərabər olduğunu bilirik. O zaman yazırıq ki, S1 vur S2 vur S3 bərabərdir. 8'də 1 vurulsun. Bunun yerində paralelipedin həcmi yazsaq olacaq V paralelipedin həcminin kvadratı. Buradan da biz paralelipedin həcmini tapsaq, tərəf-tərəfdən 8'ə vursaq, o zaman V paraleliped nəyə bərabər olacaqdır? 8'ə vurduq və ikinci dərəcədən kök alsaq, olacaqdır nə? 2 kök altında 2 vur S1, S2, S3. Yəni paralelipedin həcminin buna bərabər olduğunu alırıq. Və biz bilirik ki, paralelipedin həcmi nədir? A vur B vur C'dir. İndi bu tilləri məsələn AB A-dırsa, BC B-dirsə, BB1 də C-yə bərabərdirsə, bəs bu tetraedrin həcmi nəyə bərabərdir? Tetraedrin həcmi də nəyə bərabərdir? 6'da 1 vurulsun, A vurulsun, B vurulsun, C olur. Bu düsturdakı istifadə çox asandır. Piramidanın həcm düsturundan istifadə edirik. 3'də 1 S oturacaq vurulsun H-dır. 3'də 1 vur S oturacaq da ki, olur 2'də 1 A vur B. H-ımız da C'dir. Oradan əmələ gəlir. 6'da 1 vur A vur B vur C.
İndi biz orada onu nəzərə alsaq, yəni A vur B vur C-nin yerində, bax bunu nəzərə alsaq, bu polipetin həcmidir axı. O zaman o tetraedrin həcmi bərabər olacaqdır. Bax buradan yazıram. V tetraeder bərabərdir. 6'da 1'i vuracaqsınız buna. 6'da 1'i buna vursaz 6 ilə 2 ixtisar gedəcəkdir. Nə qalacaq orada? 3'də 1 vurulsun kök altında. 2 vur S1 vur S2 vur S3 şəklində olacaqdır. Belə, yəni bizə əgər məsələdə verilibsə düzbucaqlı tetraederin yan üzlərin sahələri bizə verilibsə, təbii ki biz bu həcmi tapmaq üçün biz bu düsturdan istifadə edəcəyik. Əks halda, yəni ki, təbii ki 3 dənə ölçü verilibsə, biz hansı düsturdan istifadə edəcəyik? Bu düsturdan istifadə edəcəyik. Sağ olun, izləmədə qalın. Bu tip maraqlı isbatların izahını verəcəm hissə-hissə.